Çətinliklər nə qədər böyük olsa belə, subhanallah, dua onu, o çətinlikləri səndən götürəcək, o çətinlikləri asanlıqlara çevirəcək ən böyük amillərdən biridir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur, qul dua etdiyi zaman, ya hayyu ya qayyum deyərsə, ey hay, qayyum olan Allah Cəllə və Alə, onun duasına cavab verirlər. Allahın adlarından iki addır, Əl-Hay, Əl-Qayyum, yəni hər zaman yaşayan və hər zaman ayaqda duran. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qul dua etdiyi zaman 3 dəfə, ya Ərhəmər Rahimin, ya Ərhəmər Rahimin, ya Ərhəmər Rahimin deyərsə, ey rəhimlərin rəhimlisi olan Allah, subhanallah. 3 dəfə deyərsə, onun yanında olan mələk deyər ki, qad səmi'əkə Ərhəmər Rahimin, səni rəhimlərin ən rəhimlisi olan Allah eşitdi. Ona görə insanın başına gələcək müsibətlərin böyüyündən, kiçiyindən asılı olmayaraq, yəni onun qayıdacağı qapı, qayıdacağı yol Allah Teala'ya yalvarmasıdır, Allah Teala'dan istəməsidir, Allah Teala'ya etimad etməsidir, təvəkkül etməsidir.